Layihəni necə saxlaya biləcəyimizi əvvəlki dərslərdə görmüşdük. Əlimizdə olan layihənin draftını saxlamaq üçün iki seçimimiz vardır. İlk növbədə yuxarıdakı solda save simvoluna klik edə bilərik. Bunu etdikdə bu layihə saxlanmış olacaq. Lakin burada tətbiq olunmamış sorğularınızda gözləyən dəyişikliklərlə bağlı bir xəbərdarlıq qarşımıza çıxır. Yəni qeyd etdiyim kimi Power Query editor və data model kimi iki fərqli sahəmiz var. Yəni məlumatlar üzərində editorda işlər görüb data modelə yükləyirik. Hələ də məlumatların üzərində işləyirsinizsə, bəlkə də məlumatlarınızı data modelə yükləmək istəməyəcəksiniz. Çünki bu müəyyən səhvlərə səbəb ola bilər. Beləliklə burada Apply Later klik etsək, bu data modelə heç bir şey yüklənməyəcəkdir. Burada bütün dəyişikliklər qeyd olundu. Lakin data modelə heç nə yüklənmədi. Yenidən Query editora qayıdırıq. Sonra isə Home tabında Close and Apply bölməsi yerləşir. Biz əgər həmin o işarənin üstünə klik etsək, burada sorğu birbaşa data modelə yüklənəcək. Lakin aşağıdakını klik etsək, qarşımıza 3 seçim çıxır. Close and Apply, Apply, Close. Close dedikdə Power Query editor bağlanır və biz Power BI desktop'ın report view hissəsinə daxil olmuş oluruq. Yenidən mən transform data deyirəm və əgər burada Close and Apply-a klik etsək, Apply klik etdikdə artıq gördüyünüz kimi dəyişikliklər işlənir və data modelə yüklənəcəkdir. Bütün dəyişikliklər nəzərə alınır. Və artıq bizim sorğularımız bütün dəyişikliklərlə bərabər Power BI desktop'a yüklənmiş oldu. Növbəti dərsdə görüşənədək.